Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. TV1-in efirində böyük tənəffüs verilişini izləyirsiniz. Artıq bir neçə gündür ki, yeni tədris ili başlayıb. Yeni tədris ilində müəllimlərimizə və şagirdlərimizə uğurlu və keyfiyyətli bir tədris ili arzulayırıq. Keyfiyyətli tədrisdən danışırıqsa, əlbəttə ki, müəllimlərin metodiki hazırlığı ilk olaraq yadımıza düşəndir. Elə bugünkü mövzumuzda da biz Təhsil İnstitutunun Təhsil Verənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət xanım Mehdiyeva ilə bu barədə söhbət edəcəyik. Nəzakət xanım, xoş gördük. Xoş gördük. Mən sizə təşəkkür edirəm. Sizin gərgin iş qrafikinizdə bizim suallarımızı cavablandırmağa vaxt tapıb gəlmisiniz. Minnətdaram mən sizə. Nəzakət xanım, keyfiyyətli təhsil dedikdə biz ilk növbədə səriştə və bacarıqların formalaşdırılmasını nəzərdə tuturuq. Səriştə də belə artıq hamımız bilirik ki, mürəkkəb və dinamik vəziyyətdən çıxış yolu tapmaqdır və belə bir halda situasiyanı həll edə bilmək bacarığıdır. Bəs belə bir bacarığı öyrədən müəllim necə olmalıdır? Elə buradan başlayaq. Çox yaxşı bir məsələyə toxundunuz. Əslində müəllimin belə ilkin olaraq elə başlanğıc nöqtəsindən, hətta bir müəllimin orta məktəbdə aldığı təhsildən başlayaraq, sonra universitet təhsili, bütünlüklə bu hissə həmin o keyfiyyətlərin, o bacarıqların, səriştələrin formalaşmasına xidmət edir deyə bilmirəm, amma etməlidir deyək. Tam mənada bu hamıda alınırmı və yaxud da təhsil bu keyfiyyətləri bir müəllim, gələcəkdə müəllim olacaq şəxslər də formalaşdıra bilirmi? Bu bir başqa sualdır. Amma əsas məsələ odur ki, bu olmalıdır. Yəni, müəllim əgər həmin keyfiyyətlər müəllimdə olmayanda, sözsüz ki, o sinif otağına keçə bilməyəcək, həmin keyfiyyətlər şagirdə aşılana bilməyəcək. Niyə? Çünki bütün hallarda nə olur olsun, tədrisin dirijoru müəllimdir, tədris prosesinin. Çünki ən azından biz nə qədər şagird yönümlü tədris desək, nə qədər tapşırıqlar ətrafında şagirdin düşünməsi, şagirdin fikir söyləməsi, şagirdin fəallığından danışsaq, amma sualı verən müəllimdir, tapşırığı irəli sürən müəllimdir, onu dinləyən, o reaksiyanı qəbul edən müəllimdir və sözsüz ki, qiymətləndirən müəllimdir. Və qiymətləndirmə də elə bir prosesdir ki, şagirdi bundan sonraki addımı necə atacağına ya onu həvəsləndirib daha yaxşı olmağa sövq eləyəcək. Ya da onu həvəsdən salıb bundan sonra bir daha fəallıq etməməyə tərk eləyəcək. Yəni ona görə müəllimdə həmin səriştələrin olması, bilirsiniz, əsas məsələ vaxtında yerindəcə müvafiq qərar vermək, problemin həlli üçün öz baxışı olmaq, alternativ düşünmək. Yəni, bugün 21-ci əsrin bu səriştələri sözsüz ki, müəllimlərimizdə mütləq şəkildə olmalıdır. Bəli, və siz çox doğru vurğuladınız ki, süni intellektin tuğyan etdiyi, inkişaf etdiyi bir dövrdə müəllimlərimiz, müəllimlik peşəsi belə artıq sıradan çıxmaq təhlükəsi ilə üz-üzədir. Bu prosesin qarşısını almaq üçün əlbəttə ki, müəllimlərimizin peşəkarlığı çox olmalıdır. Bu istiqamətdə hansı tövsiyələri verərdiniz müəllimlərimizə? Əslində, süni intellektin inkişafı nə qədər yüksək səviyyədə olursa olsun, müəllimin öz mövqeyini saxlaması üçün, bəli, bu təhlükə var, tamamilə haqlısınız. Amma əgər müəllim öz yerindədirsə və bütün pedaqoji prosesi əlində saxlayıb, şagirdləri, belə deyək, onun öyrənmə prosesinə, öyrətmə prosesinə ram eləyə bilirsə, o müəllim heç bir zaman süni intellektin qarşısında təslim olmayacaq. Əksinə, müəllim birinci növbədə süni intellektin imkanlarından səmərəli şəkildə istifadə etməyi elə özü şagirdə öyrətməlidir. Burada yenə də müəllimin tək idraki səriştələri deyil, emosional səriştələr də ortalığa girir ki, müəllim onu da idarə etməyə bacarmalıdır ki, şagirdlə bir yerdə öyrənsin. Nəinki şagirdin qarşısında belə deyək, özünü göstərmək ki, mən bunu edə bilmirəm və yaxud da ki, etmək
mənim gücümdə deyil və siz də gəlin elə mən necə istəyirəm gəlin edərək, yəni bu yolu seçərsək, sözsüz ki, az vaxtda müəllim sənəti iflasa gedər və aradan çıxar. Amma o zaman ki, biz əslində şagirdlə bir yerdə öyrənə-öyrənə, çünki bilirsiniz, şagird burada o qədər çox fəxrlə və daha çox öyrənmə həvəsində olar ki, bəli, müəllimim məndən bir yerdə bunu öyrənir. Bu yolu tutan müəllimlə sözsüz ki, şagirdin nitqi, belə deyək, əməkdaşlığı alınacaq. Amma bu yoldan imtina edən, yenə də mən deyim, sən qulaq as, mən deyim, sən təkrar elə sistemində işləsək, yəni bu istiqamətdə fəaliyyət göstərsək, tapşırıqlarımız bu yönümdə olsa, inanmıram ki, həmin müəllimlər uğurlu ola biləcəklər. Və bir gözəl bir şey deyim sizə ki, artıq müəllimlərimiz bu fikri özləri tutublar. Bir məsələ var cəmiyyətdə indi. Elə dediyimiz, artıq valideynlər də elə fikirləşirlər ki, hər şeyi, hətta elə indi şəhər məktəblərini mən söyləmirəm, bir qədər qəsəbələrdə, ucqar yerlərdə fəaliyyət göstərən təhsil müəssisələrimizdə, əgər müəllimlər internet üzərindən şagirdə ev tapşırığı hər hansı bir araşdırma verirlərsə, valideynlər məktəbə belə müraciət edirlər ki, əgər bizim evladlarımız hər şeyi özləri internetdə tapacaqdılarsa, onda bunlar təhsil müəssisəsinə niyə gəlirlər? Bu artıq həm müəllimlərimizin, eyni zamanda təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyur. Təhsil müəssisəsi təkcə idraki bacarıqları formalaşdırmır. Siz də onu dediniz. Emosional burada bacarıqlar da vardır. Müasir təhsil müəssisəsi nəyi öyrətməlidir? Şagirdi necə istiqamətləndirməlidir? Müasir tədris müəssisələri, təhsil müəssisələri ümumiyyətlə bu dövrdə öyrətmək, belə deyək də, yavaş-yavaş arxa plana keçmək üzrədir. Bəli. Burada öyrənilən şey öyrənməkdir. Bəli. Yəni biz hamımız bir öyrədən tərəf artıq öyrənməyi öyrətməyə başlayır. Və sizin dediyiniz o misalda hansı ki, şagird bir məlumatı əgər hər hansı bir saytdan toplayıb müəllim üçün, müəllimin verdiyi tapşırıq əsasən məktəbə gətirirsə və müəllim o tapşırığı olduğu kimi qəbul edib o informasiyanın üzərində bir iş aparmırsa, o zaman sizin dediyiniz valideynin fikri haqlıdır. Amma bu belə olmamalıdır. Həmin gətirilən informasiya ilə sinifdə proses getməlidir. O informasiya həqiqətənmi məlumat toplamaq, hardansa bir informasiyanı köçürüb gətirmək deyil. Məlumat toplamaq bir neçə etibarlı mənbədən, sözsüz ki, bu mənbəni də şagirdə tapşırıq belə verilə bilməz ki, gedin evdə istənilən bir saytdan məlumatı götürün. Bugün sosial şəbəkələrdə, müxtəlif internet saytlarında olduqca həddindən artıq etibarsız mənbələr var. Hansı ki, məlumatlar verilib, amma onlar heç bir fakta, heç bir o da daha etibarlı mənbəyə söykənmir. Amma müəllim özü əvvəlcədən həmin saytları axtarıbsa, onları müəyyən eləyibsə, amma bu bir olmamalıdır, sözsüz ki, bir neçə olmalıdır. Və onları hansı addımlarla, hansı ardıcıllıqla təhlil eləməyi şagirdə sinifdə öyrədibsə və şagird artıq o məlumatları surətini çıxartmaqla deyil, bütünlüklə onu, bir üçünü də, dördünü də oxuyub, onun içindən özünə lazım olan, ona verilən tapşırığa əsasən bir fikrə gəlib və tapşırığı yerinə yetiribsə və həmin tapşırığı məktəbə gətirirsə və şagird də bunu evdə sözsüz ki, valideyn izah edir. Valideyn ondan soruşanda ki, nə ilə məşğulsan, o valideynə artıq izah eləmir ki, mən məlumatı buradan surətini çıxartdım və məktəbə aparıram. O valideynə izah eləyir ki, müəllimim məktəbdə mənə, bizə necə bu məlumatı axtarmağı, əsas məqamlar hardadır, onu necə qeyd eləməyi, sonra o məqamları bir-birinə necə tutuşturmağı, sonra vahid qərara gəlmək üçün hansı nüanslara fikir verməyi öyrədib və indi artıq mən bu əlimə verilmiş bu saytlardakı məlumatları da bu cür təhlil eləyib, öz mövqeyimi də ortaya qoyaraq tapşırığı yerinə yetirirəm. Sizcə belə olan halda valideyn hər hansı bir belə etirazla və yaxud da fikirlə məktəbə dönüş edərmi? Yox, əlbəttə ki, yox. Hər kəs, hər bir müəllim, bizim təhsil verənlərimiz sinifə daxil olanda məqsədi öyrətməkdir. Yəni, hərə bir üsulla, metodla öyrədir. Amma öyrənəni
düşündürürmü? Onun tədqiqatçılıq bacarıqlarını inkişaf etdirirmi? Bu artıq bizim etiraf edək ki, bir çox müəllimlərimiz üçün çətinlik yaranır. Xüsusən də tədqiqatçılıq bacarıqlarının inkişaf elətdirilməsi şagirdlərdə. Məsələn, müəllimə elə gəlir ki, mən ona hər hansı bir tapşırığı verirəmsə, onu yerinə yetirirsə, bu artıq elə hər hansı bir tədqiqat, əslində bu elə deyil. Bu kompetensiyaları özündə cəmləşdirən neçə müəllim yetişdirə bilmişik. Ümumiyyətlə bu sahədə məsələlər necədir? Çünki siz tərəfindən çoxlu sayda təlimlər keçirilir bizim təhsil verənlərimiz üçün. Hansı hallarla rastlaşırsınız? Çox yaxşı məqamda əslində toxunduğunuz məsələ iş burasındadır ki, bilirsiniz, müəllimlərin indi danışdığımız nöqtəyə gəlib çıxması və tamamilə yeni bir fikirlə, yeni yanaşma ilə tədris prosesinə istiqamətlənməsi əslində şagirdin yeniliyi qəbul etməsindən daha çətindir. Niyə? Çünki şagird, bugünkü şagird, məktəbdəki şagird gözünü açıb bunu görüb. Amma müəllim deyək ki, bir 20 ildir, ən azından lap 10 ildir. Tamamilə başqa bir yanaşmada təhsil alıb məktəbdə, düzdürmü? Bəli. Orta məktəbdə. Universitetdə tamamilə fərqli bir pedaqogika oxuyub. Bəli. Və məktəbə gəlib öz müəllim yoldaşlarından fərqli tərzdə tədris prosesi müşahidə edib. Və indi ondan tələb olunanda tamamilə fərqli bir yanaşma, sözsüz ki, o bütün o tarixi anları, hamısının prosesləri gözün qabağına gətirir və o müəllim ki, bunları bir-biri ilə tutuşduranda o fərqlilikləri görə bilir, o əsas nüansları ki, tuta bilir ki, aha, mənim 10 il bundan əvvəl etdiyim fəaliyyətlərin içində bugün etdiyim fəaliyyətlər nə ilə fərqlidir, nə ilə oxşardır. O məsələləri müəyyənləşdirə bilən müəllim yavaş-yavaş peşəkarlaşır. Müəllimin peşəkarlaşması bir günün, bir ayın, bir ilin işi deyil. Bugün ölkəmizdə peşəkar müəllimlər formalaşır və yeni bir nəsil formalaşıb, həqiqətən formalaşıb və nəinki o şagird, o uşaq formalaşıb, nəinki o yeni nəsil var. Hətta həmin nəsli artıq öyrənən və o nəsillə necə işləmək lazım olduğunu yazan pedaqoqlar var və pedaqoji əsərlər var. Bəli. Və baxıb görəndə ki, onların real həyatda hər gün müşahidə elədiyi bu proseslər ən çox müəllimlərimizin etiraz deməzdim, daha çox belə deyək, qabartdığı bir məsələ nədir? İndiki şagirdlər dinləmək istəmirlər, diqqətləri yayınır. Və onlar bu pedaqoji ədəbiyyatlarda oxuyanda ki, yeni nəsil şagirdlərinə məxsus ən mühüm xüsusiyyətlərdən biri məhz onların diqqətlərinin tez yayınmasıdır. Diqqətlərini cəmləyə bilmirlər, çox az bir müddətdə yayınır və başladılar doğrudan da, əgər bu təkcə biz bunu görmürüksə, bütün dünya görürsə və bunun üçün bir pedaqoji hansı təkliflər varsa, bəlkə doğrudan da onlardan istifadə eləmək olar ki, işi sinifdə yaxşılaşdırmaq üçün. Biz müəllimlərin inkişafından sizinlə söhbət edirik və müxtəlif metod, üsullardan istifadə etmələrini ön plana çəkiriksə, elə bu məqamda biz çox ölkəmiz üçün, təhsil verənlərimiz üçün uğurlu layihə, mən bir müəllim kimi də bunu hesab edirəm, müasir metodist layihəsi. O, keçən il və ondan öncəki il, səhv etmirəmsə bir 3 ildir o layihə artıq başlamışdı. Artıq layihə yox, fəaliyyətə çevrilibdir. Mən istəyirəm bu layihə haqqında danışaq. Necə oldu bu layihə? Biz neçə müəllimlə başladıq? Neçə məktəbi əhatə etdi? Bugünkü vəziyyət necədir? Buradan danışaq bir qədər. Pedaqoji xidmət deyilən bir xidmətin olması. Bu dünyada iki cür sözsüz ki, bu xidmət həmişə mövcud olub. Məktəbdən kənar və məktəbin daxilində. Məktəbin daxilində olan, hansı ki, bizim ölkədə bu uzun illər boyu, bəlkə də 50 ildən çox mövcud olmuş bir sistem, metod birləşmələr şəklində, bəlkə siz də xatırlayırsınız, belə bir, demək, indi də mövcuddur. Düzdür, son zamanlar o bir qədər öz funksiyalarını o qədər də yerinə yetirməyən bir qurum deməzdim, hansısa bir prosesə çevrilib, amma yavaş-yavaş artıq ona da elə bir ki, üzümüzü yenidən ora döndərməyə başlamışıq. Çünki bir ara müəllimlər daha çox fərdi öyrənməyə doğru getdilər, meyilləndilər.
Amma son illər yenidən biz niyə görəsə, bunun da sözsüz ki cavabı var. Bəli. O fərdi öyrənmədən artıq biz kollektiv öyrənməyə gəldik. Azərbaycan müəllimi çox ciddi bir dönüş nöqtəsindən keçdi. Çox ciddi. Bu dönüşdə nə baş verdi? Birincisi, müəllim tamamilə yeni bir məzmunla üz-üzə dayandı. İndiyə qədər onun tədris elədiyi məzmun ifadə olunurdu bilmək şəklində, informasiya almaq şəklində. Amma birdən-birə, məsələn, bütün mövzular öyrədilirdi də, bütün fənlərdə mövzular şagirdlərə öyrədilirdi və bunu da müəllimlərimiz çox yaxşı səriştəylə öyrədə bilirdilər. Çünki özləri çox bilirdilər və bunu da şagirdlər rahatlıqla izah eləyib, çatdırıb, onlardan soruşub, rahatlıqla hiss eləyirdilər ki, öyrətmə prosesi başa çatıb. Amma birdən-birə biz keçdik şagird dərsində. Biz keçdik, artıq konkret standartlar var və o standartda yazılıb ki, orada deyilən, özdə orada da daha çox bilikdən çox daha çox bacarıq var. Şagird onu bilir, yox, şagird onu edə bilir. Və belə halda şagird onu edə biləcəyi halda və müəllimlərə də elan olundu ki, şagird onu heç vaxt edə bilməyəcək. Əgər o halda ki, sən şagirdə bunu etdirmirsənsə, yəni şagird onu etməlidir, müəllimin izahı ilə yox, özü onu necəsə o izaha gəlməlidir. Bax, siz təsəvvür eləyin ki, bizim müəllim birdən-birə məzmun dəyişikliyi, metodika dəyişikliyi, bir yandan da bayaqdan danışdığımız şagirdin dəyişikliyi. Və bu üç çox mühüm nüans bizim müəllimi elə bir çətinliyin içinə saldı ki, neçə illərdir, onlar belə deyək də, onlar deyəndə biz, birlikdə biz, hamımız müəllimlərik, biz birlikdə bu çətinliklərdən çıxmağa çalışırıq. Və uzun müddətli araşdırmalardan sonra, beynəlxalq təcrübəni və s. biz bu qərara gəldik ki, artıq məktəbdən kənarda verilən hər hansı, nə qədər yaxşı təlim olursa olsun, nə qədər yaxşı kənardan bir xidmət olursa olsun, bu müəllim üçün faydalı olmayacaq, ta ki o şəxs kimsə, bir adamı, bir iş yoldaşımı, bir həmkarımı kimsə olmalıdır. O müəllimin daimi yanında olmalıdır. O müəllimlə birlikdə o şeylərin hamısını yaşamalıdır və birlikdə onlar müzakirə edib çıxış yol tapmalıdırlar. Və bu ideyadan, o sizin dediyiniz əvvəlcə müasir metodist layihəsi, bilirsiniz ki, müxtəlif adlarla hər il fəaliyyət olub. Məsələn, səriştəli metodist layihəsi deyirdik, sonra müasir metodist layihəsi dedik. Nəhayət, məktəb daxili metodik xidmət fəaliyyəti deyilən bir fəaliyyət formalaşdı və biz çox belə deyim, məmnunuq bu vəziyyətdən ki, nəhayət məktəblərimizdə, bəli, biz baxmayaraq ki, ilk dəfə 3 il bundan qabaq 45 nəfər cəmi müəllimlə başlamışdıq və yalnız ibtidai təhsildə olan müəllimlərə hədəf götürmüşdük. Hansı məktəblərdə məktəb daxili xidmət vardısa, yalnız ibtidai sinif müəllimləri ilə işləməklə birinci il biz başladıq. Proses uğurlu oldu, bundan həvəsləndik və 2 il sonra artıq bugün 300 nəfərdən çox demək, metodist artıq 300 məktəbdən çox ümumi təhsil müəssisəsində metodik xidmət fəaliyyət göstərir, bəli. Və həmin metodistlər müəllimlərlə öz həmkarları ilə bir yerdədirlər. Bu metodistlər yerlərdə hansı çətinliklərlə qarşılaşırlar? Belə bir hallar olurmu? Müxtəlif yerlərə göndərdiyiniz, çünki məktəb rəhbərliyi ilə bunların arasında münasibətlər necə tənzimlənir? İlk əvvəllər, bəli, belə çətinliklər vardı. Birinci il xüsusilə. Çünki sözsüz ki, yeni bir fikir idi. İlk növbədə bunu deməzdim məktəb rəhbərliyi, demək istəyərdim ki, müəllimlər. Çünki istənilən müəllim, məsələn, belə deyək də, özündən daha kiçik yaşlı bir həmkarının sən mənə nə öyrədə bilərsən? Mənim neçə illər təcrübəm var, qabaqcıl təcrübəm var. Hətta mənim 20 il bundan qabaq yetişdirdiyim şagirdlər nə bilim, dünyanın hansı universitetlərində təhsil alıblar, indi daha yaxşı işdə çalışırlar. Niyə mən səndən nə isə öyrənməliyəm kimi fikirlər vardı və sözsüz ki, bu da çox belə, necə deyim, iki başqa-başqa yanaşma olanda, o zaman o yanaşması olmayan müəllimlərdə aralıqda qalanda, onlar da bilmirlər hansı tərəfə getsinlər və ilk növbədə əgər metodist özünü doğrultmasa, onlar mütləq əks tərəfə meyllənəcəklər. Çünki hələlik ki, bir mövqe formalaşdırmayıblar. Və bəli, biz biraz çətinlik yaşadıq. Hətta belə hallar olurdu ki, müəllimlər məktəb rəhbərlərinə belə müraciət edirdilər ki, biz istəmirik
bizim elə özümüz üçün rahatdır, işləyə bilirik. Amma elə ki, bayaq biz təlim ehtiyaclarından danışdıq ki, o metodistlər çox sakitliklə, çox yoldaşcasına, həmkarcasına o dərsləri dinləyib, belə də fərdi şəkildə əks əlaqə verməklə, sonra hansı dərsdə nə gördüyünü ifadə etmədən, amma problemləri ümumiləşdirərək, məhz onu dərsdə görüb, amma kimin dərsində görüb əsas şərt deyil. Bunu ümumi metodik bir görüşə gətirərək, orada müzakirəyə çıxararaq. O zaman həmin müəllim görür ki, onun adı çəkilmir, amma onun içində olduğu problemə cavab axtarılır. Və o da istər-istəməz öz qılıncını qoyur yerə, qalxanını qoyur yerə, artıq yavaş-yavaş həmkarlıq etməyə başlayır. Və bugün deməzdim ki, bütün müəllimlər hamısı, yəni bu metodik xidmət təşkil olunmuş məktəblərdə bütün müəllimlər metodistləri dəstəkləyir və tam mənada hər şey qaydasındadır. Elə deyil, amma əvvəlki illərdən fərqli olaraq bəli, çox yaxşıdır vəziyyət. Çünki biz effektiv metodist fəaliyyətini əldə etmək üçün adekvat da administrativ bir dəstək olur. Siz tərəfindən ona görə də uğurlu bir layihədir. Mən son olaraq soruşmaq istəyirəm ki, bu metodistlərin məktəblərdə fən müəllimlərinə verdikləri rəylərin destruktiv olmaması, yəni əməkdaşlığın gözəl olması, bu refleksiya, o metodistlərin refleksiyası hansı üsulla aparılır? Sizin mərkəz tərəfindən təhlillər necə aparılır ki, bu metodist orada gözəl fəaliyyət göstərdi, verdiyi rəylər də konstruktiv rəylərdir. Bunu mən sizdən soruşmaq istəyirəm. Təşəkkürəm. Birincisi, gəlin birinci ondan başlayaq ki, əgər verilən rəylər destruktiv olarsa, biz heç bir zaman bugün uğurdan danışa bilməzdik. Çünki o müəllimlər necə şagird haqqında bunu deyirik ki, rəylər mütləq inkişaf aparmalıdır. Əgər burada da rəylər pozitiv olmasa, konstruktiv olmasa, müəllimin səhvi nədə idi, onu ona göstərməsə və bu səhvi nə ilə düzəldə bilər, hansı yolla düzəldə bilər, o müəllimə açılmasa, o müəllim heç bir zaman metodistlə əməkdaşlıq etməyəcək. İstənilən halda bir dəfə, iki dəfə mütləq əlaqə qırılacaq. Yəni bu şərtdir və bununla bağlı biz təlimlərdə çox ciddi işlər aparırıq. Dərs dinləmələrin özü necə keçirilməlidir, hansı meyarlarla necə keçirilməlidir. Onlar dəfələrlə o dərs dinləmə belə deyək də, simulyasiyası yaradılır təlim otaqlarında, həm öz yoldaşları tərəfindən, təlim iştirakçıları tərəfindən, həm hazır dərslərin video nümayiş tərəfindən, sonra onların o meyarlar üzrə qiymətləndirilməsi, sonra onun müzakirəsi. Yəni bu proses o qədər praktik şəkildə onlarla işlənir ki, onlar məktəbə gedəndə son əvvəlki illərdə bu kağız üzərində baş verirdi. Yəni dərs dinlənilirdi, qeydlər kağız üzərində aparılırdı və müəllimlə belə bilək fərdi metodik bir görüş keçirilirdi. İndi 10 dəqiqə, 15 dəqiqə. Mütləq metodist orada öz əks əlaqəsini verirdi, fikirlərini bildirirdi. Amma bu ildən müəllimin inkişaf portalı deyilən çox böyük bir portal işə salınıb artıq. Çox belə böyük uğur hesab edirik ki, bunu. Ölkədə nə qədər dərs dinləmələr varsa, hamısı bütün metodistlərin, həmin metodistlərin olduğu məktəbin müəllimlərinin, rəhbərlərinin həmin portala girişləri var, öz səhifələri var. Həmin o səhifələrdə o dərs dinləmələr, demək, əgər bir məktəb direktoru da dərs dinləyəcəksə, o da öz əks əlaqəsini orada yazacaq. Aynen. Bir metodist dərs dinləyibsə, o da öz əks əlaqəsini orada yazacaq və hər kəsin öz səhifəsi və hər bir müəllim yalnız öz səhifəsini görəcək. Özünə aid olanı görəcək. Yəni heç kim başqası ilə belə maraqlanmaq imkanı olmayacaq. Bu bir növ həm də onlar üçün deməli həm konfidensiallığı təmin etmiş olacaq, həm də onun öz-özünü refleks etməsinə şərait yaradacaq. Amma bugün bizim ən böyük, sözsüz ki, üzərində çalışmaq istədiyimiz, üstünə getmək istədiyimiz ən mühüm məsələ ondan ibarətdir ki, müəllimlərimiz bu əks əlaqələr çox gözəl, metodistlə fərdi müəllim fəaliyyəti çox gözəl. Ən vacib məsələ hansı ki, metodik xidmət öz qarşısına qoyub, məktəbdə səmərəli öyrənmə mühitinin formalaşması. Mən sizə çox təşəkkür edirəm suallarımızı cavablandırmağınız üçün. Suallar çox idi, vaxt məhdudiyyət idi. İnşallah növbəti verilişlərdə görüşərik və mən arzu edirəm ki, bizim təhsil verənlərimiz o qədər peşəkar olsun ki, artıq onların müasir
hər biri müasir metodist səviyyəsində olsun. Və mən bunu arzu edirəm, sizə də minnətdaram. Əziz və hörmətli tamaşaçılar, diqqətinizə çatdırıram ki, böyük tənəffüs verilişində bugünkü müzakirələri biz Təhsil İnstitutunun Təhsil verənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət xanım Mehdiyeva ilə müzakirə etdik. Diqqətinizə görə təşəkkür edirəm.